İndi ocaq qalayacağım. Sonra odunlarımı toplayacağım. Ben odunları topladıkça ocaq da burada özüne gelecek. Sonra da kebap pişireceğim. Biraz külək var, ona göre çatma olacak. Video da çəkirsən. Kiçik vloglar. Yaxşısın sən edirsən. Xatirə qalsın. Tahtaları yavaş yavaş atışsınlar. Yanacaq. Dünyan çayınızı yarpaqlarla qaynatmışam ancaq. Bəs bugün çayını tanı. Olur deyil. Çayını neyin olur? Gələn cəmaat gəlir ki, çay dəmləsin. Pis çıxmasın. Bizim müsəlman milləti, nə bilim, çox şey olub artıq baxlar. Pozulur. Çayını kimə lazım? Dağa gələnə lazım. Özdə yarpaq şey olmaz. Mahiyyəti nədir? 2 manatdır da. Yəni o çaydan his içində olan bir çaydan da yeməyəcək. Burada yarıyır da o yani ki, dağda yarıyır. Dünəmin çəkir, razılaşın gedirik. Ocaq özünə gəlir yavaş yavaş. Mən də birazdan gedirəm təkrar odun toplamağa. Xoda düşür. Biraz yaşlı diye gec yanır. Küləkləyərək daha da canlı vəziyyətə gətirirəm ki, yaş olan oduncaqlar da od tutsun. Mən də gedim odun yığa bilim. Geziyə çünki quru odun tapmaq çətin olacaq. Yaş odunlar da alov almalıdır ki, gecə boyu yansınlar. Oduncaqlar biraz yaş. Tam quru deyil. İstədiyim kimi deyil. İşim biraz çətindir.